Açıq havada oyunların təşkili necə olmalıdır? Açıq havada oyunlar məktəbəqədər təhsilin bilirik ki, vacib hissəsindən biridir. Çünki uşaqlar açıq havada olduqda daha yaxşı olurlar. Həmçinin onların fiziki, sosial, emosional, idraki inkişafı dəstəklənir. Eyni zamanda təbiətlə əlaqə yaradılır. Yəni uşaqların əhval-ruhiyyəsi açıq havada olanda daha yaxşı olur. Və araşdırmalara görə açıq havada oyun oynamaq uşaqların sağlamlığını yaxşılaşdırır və öyrənməni maraqlı edir. Açıq havada oynayan uşaqların hər tərəfli inkişafına töhfə verir. Ən çox da desək ki, hansı inkişafına töhfə verir? Biz deyərik ki, fiziki cəhətdən uşaqların fəaliyyətini yaxşılaşdırır. Burada motor bacarıqları inkişaf edir, piyələnmə riskini azaldır və sağlamlığı yaxşılaşdırır. Məsələn, qaçmaq, dırmaşmaq, oyun oynamaq uşaqların böyük və kiçik motor bacarıqlarını bilirik ki, gücləndirir. Araşdırmalara görə də açıq havada oyun oynayan uşaqlar daha yaxşı fiziki formaya malik olur və yuxu keyfiyyətləri daha da yaxşı olur. Yəni açıq havada vaxt keçirdikdə uşaqların yuxu rejimi daha yaxşı olur. Sosial emosional inkişaf baxımından açıq hava fəaliyyətləri əməkdaşlıq, empatiya, inam qazanmağa kömək edir. Yəni başqalarına qarşı da həmçinin. Qrup oyunları vasitəsilə uşaqlar sosial qarşılıqlı əlaqələr öyrənir, müstəqillik, problem həll etmə bacarıqları inkişaf edir. Yəni biz bir növ bunu ümumiləşdirəsi olsaq, hansı ki 4 inkişaf sahəmizdə keçəndə idrak, fiziki, estetik və sosialdan bəhs eləyəndə nələr var idisə, həmçinin açıq havada oyunların təşkilində də biz bunu görə bilərik. Və təbiətdə oyun qeyd etdik ki, həmçinin stressi azaldır, emosional davamlılığı artırır və sosial bacarıqları gücləndirir. İdrak inkişafı üçün açıq hava fəaliyyətinin öyrənilməsi, yəni onların fəaliyyətini stimullaşdırır. Təbiəti müşahidə etmək, tədqiqat etmək, sərbəst oyun oynamaq uşaqların məntiqi təfəkkürünü, yaradıcılığını, məktəbə hazırlığını artırır. Araşdırmalar göstərir ki, açıq havada oyun beyin inkişafına kömək edir və biliklər əldə etməyi asanlaşdırır. Bu, açıq havada oyunların təşkilində əsas məsələlərdən biridir. Bəs təhlükəsizlik və risklərin idarə olunması necədir burada? Təhlükəsizlik və risklərin idarə olunması açıq hava fəaliyyətlərinin, yəni prioritetidir. Açıq havada oynayan uşaqların müəyyən səviyyədə fiziki və ya emosional risk ehtiva edən, lakin nəzarətli mühitdə təşkil olunan fəaliyyətlərindəndir. Bu oyunlar uşaqlarda hər tərəfli inkişafı dəstəkləyir və aşağıdakı faydaları təmin edir. Birinci fiziki inkişafdır. Fiziki inkişafda biz nələri götürmüşdük? Qeyd etmişdik ki, fiziki inkişafda əsas olan hərəkətlilikdir, onların böyük və kiçik motorikasıdır. Burada qeyd olunub ki, riskli oyunlar, məsələn, ağaca dırmaşma, daşlar üzərindən tullanma, kobud və incə motor bacarıqları inkişaf etdirir, tarazlıq və koordinasiyanı gücləndirir. Bunların hər biri motor bacarıqlarına aiddir. Bəs fiziki aktivliyə nələr daxildir? Fiziki aktivlik deyəndə təbii ki, hərəkətlik və hərəkətlilik də piyələnmə riskini azaldır və sağlam həyat tərzini təşviq edir. Bu da bizim fiziki aktivliyə daxil olan məsələlərimizdir. Yəni fiziki inkişafda bir növ hərəkətlilik, aktivlik, sağlam həyat tərzi hər biri daxildir. Bir də dözümlük var ki, dözümlük təpədən yuvarlama və maneələr üzərindən keçmək kimi fəaliyyətləri fiziki dözümlüyü və gücünü artırır. Deməli, fiziki inkişafda nələr oldu? E, Aha, sosial emosional inkişafda özünə inam, bu oyunlar uşaqlarda özünə inanma, müstəqilliyi artırır. Çünki onlar çətinlikləri dəf etməyi öyrənirlər. Psixoloji dayanıqlıqda isə oyunlar uşaqlara uğursuzluqla üzləşməyi və yenidən də cəhd etməyi öyrədir. Bu da emosional dayanıqlığı artırır. Məsələn, ağaca dırmaşarkən düşüb yenidən cəhd etmə uşaqlarda səbr və əzmkarlıq formalaşdırır. Yəni burada söhbət hündür bir ağacdan getmir. Təbii ki, uşaqların öz boyuna uyğun, yəni ağacdan söhbət gedir və burada yenidən davamlı olaraq cəhd etməkləri əzmkarlığı onlarda formalaşdırır.
Qorxu ilə mübarizə uşaqlar riskli vəziyyətlərdə qorxularını idarə etməyi və öz emosiyalarını tənzimləməyi öyrənirlər. Digər bir tərəfdən əməkdaşlıq, qrup halında riskli oyunlar, komanda işi və empatiyanı inkişaf etdirir. Bunlar hər biri sosial-emosional inkişafdadır. İdrakin inkişafında risk qiymətləndirmə bacarığı, burada uşaqlar açıq havada oyunlar zamanı təhlükə və fürsətləri qiymətləndirməyi öyrənirlər. Məsələn, bu daşa tullanmaq təhlükəsizdirmi? Bunu belə etmək təhlükəlidirmi? Yəni bu onların müstəqil qərar vermə bacarıqlarını gücləndirir. Bu da təbii ki, idrakin inkişafı, riski qiymətləndirmə bacarığına aiddir. Problem həll etmə, açıq havada oyunlar məntiqi təfəkkürü, yaradıcı həll yollarını stimullaşdırır. Diqqət və konsentrasiya, yəni təbiətdəki fəaliyyətlər uşaqlarda diqqəti cəmləməyi və diqqətlilik bacarıqlarını artırır. Yəni şüurlu yanaşma və fokuslanmağı artırır. Digər bir tərəfdən təbiətlə əlaqə, təbiətdə riskli oyunlar, məsələn, gölməçədə oynamaq, təpədən yuvarlanmaq, uşaqların təbiətə hörmətini, ətraf mühitə marağını artırır və ekoloji tərbiyəni təşviq edir. Bu da təbii ki, burada belə yazıla bilər, amma yenə də qeyd olunan məsələ odur ki, uşaqların təhlükəsizlik qaydalarına təbii ki, riayət edilməlidir. Yaşa uyğun nümunələr və çərçivələr 1-2 yaşa aşağı hündürlükdə tarazlıq, yumşaq zəmində yüngül yuvarlanma, 3-4 yaşda kiçik təpədən yuvarlanma, sabit maneələr üzərindən addımlama, 4-5 yaşda aşağı budaqlı ağaca dırmaşma, daşlar üzərində tullanma, maneə marşrutu bu şəkildə də qeyd edə bilərik. Təhlükəsizlik tədbirləri, sahə yoxlaması, yəni yaşa görə yetkin uşaq nisbətən aydın qaydalar və vizual işarələr bura daxildir və riskin qiymətləndirilməsi təhlükəsizlik tədbirinin səmərəli olması üçün məktəbə qədər müəssisədə risk planı nümunəsində istifadə olunması tövsiyə olunur. Yaş qruplarının uyğunlaşdırılması necədir burada? Oyunlar və yaş inkişaf səviyyəsinə uyğun seçilir. 1-2 yaş sensor yönümlü sadə təhlükəsizlik oyun fəaliyyətləri, toxunma, yəni burada sensorluq nəzərdə tutulur, yarpağa, quma, suya toxunmaq. 3-4 yaşlı uşaqlarda əməkdaşlıq oyunları, təbiətdə xəzinə, rəng axtarışı, zibil toplama bu şəkildə. 4-5 yaşda mürəkkəb və yaradıcı oyun tapşırıqları, 4-5 yaşda bilirik ki, daha mürəkkəb olur. Daşları sayma, rəsm, nağıl, heyvanların izlərinin tanınması bu 4-5 yaşa aiddir. Yaşa uyğun açıq hava oyun nümunələri, çay kimi axırıq, burada məqsəd böyük motor bacarıqları, hərəkətli olduğu üçün müddət 1-2 yaşda neçə dəqiqə olmalıdır? 5-7 dəqiqə, 3-4 yaşda 8-10 dəqiqə, 4-5 yaşda 10-12 dəqiqə. Qrup ölçüsü kiçik qruplar daha təhlükəsiz və səmərəli, məkan material, yumuşaq zəmin, sərhəd xətləri, yarpaq, daş, rənglliklər və s. Qayda cümlələri bir-bir keçirik, sərhədi keçmirik, deyəndə dayanırıq. Bu qayda cümlələrinə aiddir. Təhlükəsizlik, yumuşaq zəmin, yaxın nəzarət, yaşa uyğun risk. Diferensiasiya, yəni burada asan versiyası əllə tutub əyilmək, gəzmək, bunlar nəzərdə tutulur. 1-2 yaşda qısa müddət, tez-tez fasilə, 3-5 uşaq, yumuşaq materiallar, yarpaq tap, adını de, necə oynanılır, müəllim 2-3 yarpaq göstərilir, uşaq oxşar yarpağı tapır, yaşıl, iri, yumuşaq sözləri təkrarlayır. Hədəf sensor təcrübə, söz ehtiyatı, diqqət, təhlükəsizlik, sürüşən səthi yoxla, xırda kəskin əşya olmasın. Bu şəkildə. Suya şappırtı, dayaz qabda necə oynanılır? Uşaq əllə suya toxunur, səs və sıçrama müşahidə edilir. Hədəf sensor inteqrasiya, səbəb nəticə, təhlükəsizlik, yalnız dayaz su, dərhal əl qurulması, sürüşkənliyə nəzarət. Təbii ki, təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Toxum və qeyd, mini marşrut necə oynanılır? Yumuşaq daş, şam qozası, yarpaq, zolağı, yəni bunlar boyunca addımlayırlar, hər stansiyaya toxunur. Hədəf böyük motor, tarazlıq, təhlükəsizlik, stansiyalar arası məsafə qısa, yetkin yanında olmalıdır. Daha sonra 3-4 yaş əməkdaşlıq qayda, 4-6 uşaq, sərhədlər deyincə işarələnir, rəngli ovçular necə oynanılır? Hər qrupda
bir rəng kart verilir. Təbiətə həmin rəngi tapıb gətirirlər. Hədəf müşahidə, əməkdaşlıq təsnifatı, təhlükəsizlik, sərhəd daxilində axtarış, tap gəl, mən deyəndə qaç. Bu şəkildə. Xəzinə axtarışı siyahıda üç əşya. Bu uşaqlar üçün daha maraqlı olur. Məsələn, çubuqdur, daşdır, meyvə də ola bilər, müxtəlif əşyalar da ola bilər. Kollektiv toplayırlar. Hədəf problemi həll etmə, dil, sıra gözləmə, təhlükəsizlik, kəskin, kirli əşyalar yox. Yığ göstər, qutuya qoy bu şəkildə olmalıdır. Körpü keçid, sabit maneələr necə oynanılır? Aşağı taxtı, daş xətt üzrə növbə ilə keçirlər. Hədəf tarazlıq, özünə inam, təhlükəsizlik, yumuşaq zəmin, bir-bir qaydası. 4-5 yaş, 5-8 uşaq, marşrut stansiyaları əvvəlcədən müəyyən edilir. Daşlarla say zolağı necə oynanılır? Birdən ona qədər daşlar ardıcıllıqda düzülür. Uşaq tullanaraq sayır. Hədəf riyazi ardıcıllıq, koordinasiya, təhlükəsizlik, daşlar sabit, boşluqlar bərabər. İz tap, heyvanlar izləri, şəkillər necə oynanılır? İz kartları marşrut boyunca tapıb cütləşdirirlər. Hədəf məntiqi əlaqə, yaddaş, təhlükəsizlik, sərhəd xəttləri, sürət, qaçış yoxdur. Nağıl marşrutu necə oynanılır? 3 stansiya külək kimi qaç, daşları 5-ə qədər say, yarpaqla şəkil yarat, sonda hekayəni danış. Hədəf ardıcıllıq, yaradıcılıq, dil, təhlükəsizlik, hər stansiya nəzarətçi, keçidlər aydın. Burada diferensiya nümunəsi tarazlıq çətin olarsa, xəttin eni genişləndirilir, çox asandırsa ziqzaq çək, sürətli uşaq üçün əlavə missiya təqdim olunur. Bu şəkildə. Bu bizim deməli birinci mövzumuz oldu. İkinci mövzumuz isə planlaşdırmadır. Planlaşdırmada açıq havada dedik ki, oyunlar uşaqların yaş və inkişaf səviyyəsinə uyğun mütləq planlaşdırılmalıdır. 1-2 yaş qrupu üçün sadə sensor fəaliyyətlər, yarpaqlara toxunma, yəni sadə anlayışlar olmalıdır. Bu da uşaqların idrak və motor bacarıqlarını inkişaf etdirir. 3 yaşlı uşaqlar üçün sosial oyunlar, məsələn, təbiətdə zibil toplama, qrup gəzintiləri bunlar uyğundur və onlarda məsuliyyət hissi, əməkdaşlığını inkişaf etdirir. 4-5 yaş qrupu üçün mürəkkəb tapşırıqları olur. Bu da idrak və ekoloji tərbiyəni gücləndirir. Məktəbə qədər təhsil müəssisəsində təlimi səmərəli təşkili, işin düzgün planlaşdırması başlayır. Düzgün planlaşdırma üçün yerinə yetirəcək təlim işlərinin əvvəlcədən layihələndirilməsi xüsusi didaktik əhəmiyyət kəsb edir. Məktəbəqədər təhsil müəssisəsində planlaşdırmaya əsasən aşağıdakı növünə istifadə edilməsi uyğundur. İllik perspektiv, cari, həftəlik nəzərdə tutulur. Bu sxem üzrə aparılır. Nələr olmalıdır? Standart, məşğələ, mövzu inteqrasiya, resurs tarix. Yəni burada nəzərdə tutulan odur ki, illik planlaşdırma standartlarının reallaşması məqsədi ilə inkişaf sahələrinə əsasən hər yaş qrupu üzrə aparılır və məktəbəqədər təhsil proqramının əsas istiqamətlərinə müvafiq olaraq müəyyənləşdirilmiş həmin sahələrin planlaşdırılmasında inteqrativ prinsipi ciddi şəkildə gözlənilir. Həftəlikdə olan necə olur? Standart mövzu, məqsəd, inteqrasiya, iş forması, iş üsulu. Baxın, biz burada illikdə olanda iş forması, iş üsulu görmədik. Resurs görmədik. Bunlara diqqətli olmalıyıq ki, hansında, hansı yox. Məsələn, illikdə nələr yoxdur, həftəlikdə nələr var, illiyə daxil olmayanlar nələrdir. Həftəlik planlaşdırma al standartlarının həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı məşğələlər, məşğələdən kənar fəaliyyət sahələri, gəzintilərdə, əyləncələrdə, sağlamlaşdırıcı tədbirlərdə və s. üzrə aparılır və diqqət yetirmək lazımdır, mərhələləri gözləmək lazımdır. Planlaşdırmada inteqrasiya məktəbəqədər təhsildə təlimin planlaşdırılmasında və təşkilində əsas prinsiplərdən biri inteqrasiyadır. Sadə dildə bu müxtəlif inkişaf sahələri və mövzuların bir-biri ilə əlaqələndirərək vahid mənalı bir təlim prosesi yaratmaq deməkdir. Uşaqların öyrənməsi daha maraqlı, bütöv və effektiv etmək üçün mövzuları bir-birinə bağlanır. Planlaşdırmada inteqrasiyanın əhəmiyyəti ondan ibarətdir ki, uşaqların bilikləri ayrı-ayrı parçalar kimi deyil, bir-biri ilə əlaqəli bütün şəkildə öyrənmə məqsədini daşıyır. İnteqrativliyin iki əsas növü var. İnkişaf sahəsi daxilində inteqrasiya, yəni eyni inkişaf sahəsinin müxtəlif alt sahələrini birləşdirmək deməkdir. Məsələn, idraki inkişaf sahəsində nitq inkişafı mövzusu ilə ətraf aləmlə tanışlıq, məntiqi təfəkkür mövzusunu əlaqələndiririk.
Uşaqlar heyvanlar haqqında danışarkən onların yaşayış yerlərini də öyrənirlər. Nümunə, məsələn, meyvələr mövzusunda idrakin inkişaf sahəsinə biz bunu aid etdik. Meyvənin adlarını öyrənirlər. Burada nitqi inkişaf edir. Onların harada bitdiyini araşdırırlar. Burada ətraf aləmlə tanışlığa aid olur. Sayma bacarıqları da inkişaf edir ki, bu da məntiqi və riyazi təfəkkürə aid edilir. Əhəmiyyəti də eyni inkişaf sahəsi mövzularını bir-birini tamamlayır və uşaqların bilikləri daha da genişlənir. İnkişaf sahələri arasında inteqrasiya fərqli inkişaf sahələrini birləşdirərək təlimi daha çox şahelə etmək deməkdir. Məsələn, estetik yaradıcı inkişaf sahəsində rəsm çəkmə ilə əlaqələndirilir ki, burada məsələn fiziki inkişaf və idraki inkişafı. Uşaqlar rəsm çəkərkən əl bacarıqları, yəni motorika inkişaf edir. Bu zaman fiziki inkişafa aiddir, həm də rənglər haqqında öyrənirlər. Bu da belə deyə, estetikada biz bunu aid edə bilərik. Əhəmiyyəti uşaqların bir fəaliyyət vasitəsilə müxtəlif bacarıqları inkişaf etdirirlər. Və yaxud da buna nümunə olaraq deyə bilərik ki, uşaqların musiqi məşğələsidir. Uşaqlar əyilib qalxırlar, həm də rəqəmləri sayırlar. Bu zaman da həmçinin fiziki cəhətdən inkişaf etmiş olurlar, həm də rəqəmləri öyrənirlər. Nümunə, meyvələr mövzusu. Məsələn, meyvələrin rəsmini çəkirlər. Bu necə olacaq? Estetik yaradıcılıq. Rəsm çəkərkən təbii ki, əl işə düşür ki, bu da kiçik motorika, fiziki inkişaf, sağlamlıq təhlükəsizliyə aiddir. Bir-biri ilə əməkdaşlıq, dostluq edirlər, qələmi bölüşürlər, kağızı bölüşürlər. Bu zaman sosial-emosional inkişaf meyvələrin adlarını söyləyir, hansı formada olduqlarını və dadını müzakirə edərək riyazi və nitq inkişafına da töhfə verirlər. Bu da idraki inkişaf sahəsinə aid edilir. Ardıcıllıq prinsipi var ki, bu da mütləq olmalıdır. Məntiqi ardıcıllıq bu prinsipə görə mövzular bir-birini tamamlamalıdır. Yəni bir-biri ilə məntiqi şəkildə bir-birinə bağlanmalıdır, düzgün olmalıdır. Əvvəlcə təbiət haqqında ümumi danışılır, meşə, çay, bitkilər, sonra xüsusi olaraq meşədəki yeməli meyvələri tapaq oyunu keçirilir. Yəni bir-biri ilə məntiqi şəkildə əlaqəli olur. Əhəmiyyəti mövzular əlaqəli öyrənildikdə uşaqlarda dünya görüşü, intuitiv, bütöv əlaqəli düşünmə bacarığı formalaşır. Bu da öz növbəsində bilik bacarıqları daha səmərəli edir. Psixoloji ardıcıllıq da burada sadədən mürəkkəbə uşaqların hazırki bilik bacarıqlarına uyğun olaraq mövzuları sadədən başlayır, tədricən mürəkkəbləşir. Biz bunu həm də varisliyə də aid edə bilərik ki, sadədən mürəkkəbə doğru olur. Əvvəlcə sadə rəsm çəkməyi öyrənirlər, daha sonra mürəkkəb şəkillərə keçirlər. Evdir, ağacdır, müxtəlif fiqurlardır. Əhəmiyyəti uşaqlar öz inkişaf səviyyəsinə uyğun bacarıqları mənimsəməyə qadirdirlər və psixoloji baxımdan özlərinə inam və nailiyyətlər onların öyrənmə, araşdırma motivasiyasını və cəsarətini artırır. Xronoloji ardıcıllıqda mövzuları zamana, mövsümə uyğun seçilməlidir və uşaqlar üçün maraqlı yadda qalan olmalıdır. Məsələn, payızda payız yarpaqları mövzusu, qışda qar dənələri mövzusunda keçirilir. Əhəmiyyəti uşaqlar ətrafda gördükləri hadisələrə, yəni oradakı hadisələrlə mövzuları əlaqələndirirlər. Bu da uşaqlar üçün daha maraqlı və yadda qalan olur bu şəkildə.